Değerli izləyicilər, öncə hamınızı salamlayıram. Artıq müqəddəs Ramazan ayı başlayır. Bu ay münasibətilə də, yəni oruç tutanlara Allahdan oruçlarını qəbul etməsini arzulayıram və bununla bağlı bizə çoxlu suallar olur. Və suallardan biri də nədir? Biz əməliyyat olunmuşuq, doktor, daxılları vəz tam çıxarılır. Biz nə cür oruç tuta bilərik? Əgər bir il müddətində əməliyyat olunursa, yəni bu pasientlərə oruç tutmaq məsləhət deyil. Çünki yəni bunların dərman tənzimləməsində problem yarana bilər. Sonra yəni bir ildən artıq əməliyyat olunur, amma yəni TSH dəyərləri normaldırsa, bəli, bu adamlarda hər hansı bir yanıcı xəstəlikləri yoxdursa, ürək xəstəlikləri, şəkər xəstəliyi və yaxud da ciddi qardiyak xəstəlikləri, böyrək xəstəlikləri yoxdursa, bu insanlara tövsiyə oluna bilər ki, yəni dərman içə-içə bəs orucu tuta bilsinlər. Bəs dərman nə cür içilməlidir? Bizə ən çox bu sual verilir. Bəli, əgər yəni xəstə insanlarımız yəni imsak vaxtı, yəni yarım saat öncə mütləq dərmanlarını qəbul etməlidirlər. 30 dəqiqədən sonra isə artıq yəni yemək yeyə bilərlər. Bəzi insanlar belə sual verir ki, doktor, olar ki, mən yəni imsak vaxtı yox, iftar vaxtı dərmanını qəbul edim. Bəli, yəni iftar vaxtıda yəni öncə dərmanını qəbul edir, yarım saat sonra isə yəni oruçlarını aça bilərlər. Bu şəkildə yəni yeməklərini qəbul edə bilərlər. Bəzən isə olur ki, yəni belə bir suallar olur bizə ki, doktor, bəs olar ki, mən yəni iftar vaxtı dərmanı açıb gözləyə bilmirəm və o zaman nə tövsiyə olunur? Yəni belə bir yanaşma da var. Məsələn, iftarını açdıqdan sonra, yəni iftar etdik, ondan 4 saat sonra yəni dərmanı qəbul edə bilərlər. Amma bu 4 saat müddətində hər hansı bir yəni atışdırma, hər hansı bir qidanın qəbul olunması məsləhət deyil. Və 4 saat bitdikdən sonra isə yəni dərmanı eyni doza olaraq qəbul edə bilərlər. Və hansı xəstələrə belə deyək də ki, ciddi yanaşılmalıdır. Əgər qalxanvari vəz əməliyyatı olunur, qalxanvari vəz əməliyyatının patoloji nəticəsi bədxasəli gəlirsə, bu insanlara ciddi yanaşılmalıdır. Çünki biz nə müşahidə edirik? Görürük ki, yəni bu Ramazan ayından sonraki xəstələrin kontrol müayinələrində TSH hormonu yüksəlir və TSH hormonunun yüksəlməsi isə bu patoloji bədxasəli çıxan xəstələr üçün tövsiyə olunur. Çünki onlarla xüsusi bir yanaşma ilə biz TSH-ın göstərisini aşağı səviyyədə tutmağa çalışırıq və bu onları mütləq həmin yəni pasientlər öz endokrinoloqlarına, öz həkimlərinə bilavasitə əlaqə yaratmalılar ki, hansı dozada yəni dərmanı qəbul etsinlər və belə bir tövsiyə olunan dozalar var ki, məsələn, pasientimiz 100 mikroqram yəni levotirosin qəbul edirsə, yəni oruç tutmaq istəyirsə, yəni niyyətlidirsə, bu zaman onun dozasını biz artırırıq, yəni 125 için. Çünki biz bilirik ki, yəni imsak vaxtı və iftar vaxtı çox vaxt bu pasientlər həmin vaxtda tam riayət etmir və ona görə də yəni 25 mikroqram artıraraq, yəni bu şəkildə yəni bir ay müddətində levotirosini 125 ilə davam edə bilərlər. Sonra digər suallardan biri də hansıdır ki, yəni bizim məsələn Hashimoto xəstələri əsasən yəni bu xəstələr bizə sual yönləndirirlər ki, məndə Hashimoto var, mən də yəni uzun müddətli dərman qəbul edirəm. Bəli, bu pasientlər üçün də yəni yanaşma eynən, yəni adi qaydada qəbul edilməlidir. Yəni əgər dozanı dediyimiz kimi 100 mikroqram içirsə, bu zaman onların həftədə 2 dəfə və yaxud 3 dəfə 25 mikroqram dozanın artırılması tövsiyə olunur. Çünki bunlarda da həqiqətən yəni TSH-ın yüksəlməsini müşahidə edirik. Və kimlərə olmaz, yəni hansı xəstələrə olmaz? Bəzi dediyimiz kimi, yəni bu yeni əməliyyatdan çıxıbsa, bu xəstələrə tövsiyə olunmur. Bədxasəli patologiyası varsa, TSH yəni 2 üzərində, 3 üzərindəsə, bəli, bu pasientlərə bilavasitə oruç tutmaq məsləhət deyil. Sonra digər bir sualımız da var idi ki, yəni yanakı xəstəliklər, yəni hansı xəstələr oruç tuta bilməz, yəni məsləhət deyil. Əgər yəni ciddi patologiyalar varsa, mədə-bağırsaq problemləri varsa, ürək xəstəlikləri varsa, böyrək xəstəlikləri və qardiyak xəstəliyi ciddi bir şəkildə varsa, bu şəkildə bu tipli insanlar, yəni bu xəstəlikləri olan insanlarımıza məsləhət deyil. Allah tutan oruçları qəbul eləsin, Allah xəstələrimizə də şəfa versin.